Havanın qarlı şaxtalı olmasına baxmayaraq, ekoloji terrora qarşı Xankəndi-Laçın yolunda aksiya davam edir. 29 gündür keçirilən aksiyada bugün də Rusiya sülhməramlı kontingentinə məxsus nəqliyyat vasitələrinin maneəsiz keçidi təmin olunub. Ekofəallar eyni zamanda işğal zamanı ərazilərimizdə törədilən ekoloji vandalizmə dair fotosərgi təşkil ediblər. Qarabağda faydalı yataqların qanunsuz istismarına və bundan irəli gələn ekoloji fəsadlara qarşı dekabrın 12-sindən keçirilən aksiyalar davam edir. Azərbaycanın bir sıra QHT fəalından Xankəndi-Laçın yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil etdiyi aksiyanın 29-cu günü şaxtalı hava ilə müşahidə olunub. Ağ örpəyə bürünən Şuşa aksiyanın davam etdirilməsi üçün əlavə stimul rolunu oynayıb. Ekofəallar ötən günlərdə olduğu kimi bu gün də ərazidən keçən nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə şərait yaradıblar. Azərbaycan ərazilərində müvəqqəti nəzarəti həyata keçirən Rus sülhməramlardan məxsus 20-dən artıq təminat və təchizat maşını Xankəndi istiqamətindən Laçın istiqamətinə doğru hazırda görürsünüz hərəkət edir. Yol açıqdır, biz yolu bağlamamışıq. Biz tələb edirik ki və istəyirik ki, monitorinq qrupu müvafiq ərazilərə daxil olsun. Bizim əhval-ruhiyyəmiz daim yerindədir. Biz gecə və gündüz daimada müxtəlif şüarlar səsləndirərək aksiyamızı davam etdiririk. Növbəti saatlarda yoldan keçən sülhməramlı kontingentə aid nəqliyyat vasitələrinin sayı 25-i ötüb. Ekofəallar isə işğal zamanı ərazilərimizdə törədilən ekoloji vandalizmə dair lövhələrdən ibarət fotosərgi təşkil ediblər. Bizim məqsədimiz əsasən burada Laçında, Xankəndində olan yataqlarımızda ekoloji monitorinq keçirməkdir. Sadəcə buna icazə üçün biz burada dayanmışıq. 29 gün keçib, amma tələb hələ də yerinə yetirilməyib. Xeyr, tələb hələ də yerinə yetirilməyib. Elanlarda da göründüyü kimi torpağımızda olan təbii sərvətlərimizi qorumaqdır məqsədimiz. Yəni buna görə də axıra kimi buradayıq. Yəni soyuq heç bir bizə təsir eləmir. Şaxtalı havaya baxmayaraq, ekofəallar tələbləri yerinə yetirilənədək aksiyanı davam etdirəcəklərini bildirirlər. Ruslan Həsənov, Elşad Heydərov, Rüstəm Mikayılzadə, Kazım Quliyev, ASTV Xəbər.